görə də İslamı bəyənmir. Başqa biri də oğurluqla məşğuldur. O da deyir ki, İslamı mən bəyənmirəm, çünki mənim əməlimə haram deyir ona görə. Və deyir, rahat işimi görürəm də. İslamda deyiləm və rahat da oğurluğumu eləyirəm. Sən də mənə isbat elə görüm, sənə görə oğurluq nəyə görə pis əməldir? Mən bu mövzunu buna görə açmaq istəmirəm, oğurdan danışmaq istəmirəm. Mən sənə bir sən nəyə demək istəyirəm? Oğurdan danışmıram, oğurluq nəyə görə pis əməldir? Pis əməldir sənə görə. Yoxsa yaxşı əməldir? Burası şəxsidən söhbət getmək kim üçün yaxşıdır özü bilər. Sən bir dənə oğurluğa pis deyə bilmirsən, hünərin çatmır ona. Sən çıxıb burada nədən danışdın? Qorxursan, Nazim yoldaş, qorxursan. Yəni sən oğurluğa pisdir deyə bilmirsən, hünərin çatmır ona. Sən nə çıxmısan bura? Bayaqda nə deyirəm zor doğururuq. Elə çıxır da, isbatlı onda. Titul verdin, dedin tituldur. Sesayuznu. Amma bizə görə oğru anam İslam dininin təpiləri altındadır. Ay qardaş, mən də billəmə elə şeyləsinə danışım. Siz robotsunuz, and olarlar. Elə eşitmisiniz bir sənlə təhər o. Qardaş, mən robotam, sən ol açıq dünya gör. İsbatla görün, fahişəlik nəyə görə pis əməldir? Mən sən birinə sual verim də yaxşı. Mən dindən söhbət edirəm. Suala sən cavab verdin ki, mən suala keçdim. Sən oğurluq deyirsən, mən deyirəm oğurluğa pis baxıram. Niyə? Səbəb isbatla. Mənim fitrətimdədir qardaşım. Sən məsəl üçün, mən sənin yanında... Sənin fitrətinlə mən yaşamıram ki. İnsanlar sənin fitrətinlə yaşamır ki, hərə öz yaşayışını yaşayır. Sən kiməsə dur bir isbatlamağı bacar girən ki, filan əməl pisdir, yaxşıdır, ondan sonra gəlməklə nəyəsə söhbətini, müdafiəsini elə. Yaxşı, mən sənin yanında işləyim, sən mənim maaşımı verirsən, ya gündəlimi verirsən. Mənim özümə ləzzət eləməz ki, oradan nəsə çırpışdırım, ya klient pul verəndə, nə bilim, sən görməyəsən. Niyə? Məndə vicdandır əsas. Niyə ki, qardaşım, afisanta Azərbaycanda hər yerdə 15-20 manat pul verirlər. Bilirəm, hər yerdə 15-20 manat verir, hər yerdə də yəni. Qardaşım, bilirəm, əgər sən məsələn... Yəni, sənin də ailən varsa əgər, ehtiyacların çoxdursa, özünü saxlamaq üçün niyə çırpışdırmayasan ki? Yox, mənim narazım olsa deyərəm, ay müdür, bu mənə qane eləmir. Narazılığın olacaq deyəcəksən, çıxardacaqlar sən işdən. Aysa, ancaq yoxsa kilisa kimi mən hərəkət eləmir. Kilisa kimi, aysa o. Niyə də yox, ailəvi dolandırırsan da, məsəl üçün. Və yaxud da özünü dolanırsan. Kilisa kimi də olsa yaşayırsan da, yəni özü saxlayırsan. Oğurluq da eləsən, bilərəm, hardan oğurluq eləyərəm da. Kimdən? Oğurluq da eləyəndə adam bilər ki, get nə bilim. Hələ qəpik quruş yox, krupla uğramaq lazımdır. Hə, aysa o. Yaxşı, deməli, qəpik quruş uğramaq düzgün deyil, yəni dəymir də ona görə adını batırmağa. Amma krupla uğramağa dəyər, hə? Gəl qoşul o İtalyan mafyozlarına iş gör, deyim, hə? Bank yapar. Hə, qoşul olaraq. Azərbaycan sənin mənəviyyatın çöktü də, vicdanın çöktü, mənəviyyat. Bə deyirəm, mənim içimdən gələn səs, nə bilim, vicdan. Azərbaycan deləmə, get qoşul olaraq. Deməli, summa böyüyəndə... Krisa da böyüyür. Krisa da böyüyür. Hə, qardaşım, aynen güzel. Gülmək lazım deyil. Nazim, aynen. Yox, sən gülməli də ağlayası deyiləm. Deyirsən ki, summa böyüsə eləmək olar. Summa böyür, mən sən deyirəm ki, mən sən əgər yanında işləyirəmsə. Özün dediyin şeydir. Vallahi mən sizə heç də demədim. Sən deyilsən əxlaq elədi. Mən bir səninlə görə yığdım bura, qoşuldum. Deyil səndən ağılsızdır sənin fikrincə. Yox. Deyil, qoşulub. İndi gəl yaxşı, mən gələm İslama. İslama gəlmək istəyirəm də qardaşım. Lazım deyil, valla. Sən oğurluğunla İslama gəlməsən ya. Batırarsan adamı. Batasına lənə. Əxi, yayımında mod varsa bu User kimdir blok atsınlar da, söyüş yazır. Gəl sənə verim də bu moderasiya verim sənə. Yaxşı, sən dindarsan da qardaşım, mən İslama gəlmək istəyirəm. İndi sən bir dənə sual Bir də deyən qardaşım, bir də səbirli ol, bir də Nazim. Bir dənə onu bilgilən ki, qardaşım, mən minnətlə kimisə İslama çağırmıram, qardaş. Yox, heç sən bir elm yoxdur, elə bir tərbiyə edirsən. Başa düşürsən, Nazim. İstəyirsən gəl, istəyirsən, mən sənə elə bilsən, sənə yalvaracaqlar ki, sən mənim canım, gəl İslama. Yox, qardaşım. Allah'ın olsun, sənin İslama gəlməyin kiməsə maddi marağı zadı yoxdur burada. İslamı mən səndən yaxşı bilirəm. Bütün ailə... Məndən yaxşı bilsəydin, deməzdin ki, krupnu sunmaya dəyər oğurluq eləməyə. Sənin dediyin sözdür. Sənin İslamla anlayışın yoxdur. Heç A hərfi yoxdur səndə. Ələnçinə hərəkət elə, yoxsa kasıb-küsuba oğurluq eləmə. Hə, kasıb-küsuba oğurluq eləmə. Varlıya olar, hə, oğurluq eləmə. Var yox, get deyirəm ki, İtaliya mafiyasına qoşu, Siciliya, get elə duxum satırsan. Hə.
Mənəviyyatın çökdü sənin, aynen abi. Sağ salmaq görmür. Şikayət yoxdur azı. Nazım abi hər bir halda boğuruq deyil. Oğurluqdan danışır. Görürəm Sumqayıt uşaqda kriminal biraz meyilli. Hə, nə olsun ki, biz bilirik ki, kriminal pis bir şeydir. Sən ki, klubunu eləmək olar. Yəni ona görə elədik ki, sən özün deyilsən də, ay Nazım, mən belə deyilsən sən. Azar nətər? Deyilsən sən. Hə, deyilsəm, elə fikirləş. Nəyə Elə görə? fikirləş nə? Sən deyisliyib boynu ala bilmirsən, ha? Yox, heç mən nə deyis, belə baxıram, agnostik bəlkə də daha düz gəlir. Hələ bilmirsən də, nə olmuş. Bilmirəm, bizə nə bilmirəm. Neçə yaşın var ki, ay Nazım? Bilmədiyim başa sal, 55. 55 yaşın var, hələ bilmirsən, deyilsən, agnostiksən, ancaq qoşulmuşsan. Mənim canıma niyə qoşulmuşsan ki? Sən canlıva səni səhv çıxartmağa görə. O, sən belə pis olsun, sən həddində olan bir şey deyil, mən səhv çıxartmaq. Səviyyəndə olan bir şey deyil. Sən dinləməyi bacarsan daha yaxşı olardı. Əsas müsabaqə. Mən səni dinləyib sənin necə batil bir əqidədə olduğu səni isbatladım. Böyük Siciliya mafiyasına olan meyilbə görə. Yaxşı, mən sənə bir dənə sual verim. Sən belə dindarsan. Bana bayaqdan neçəsini sual vermişəm. Mən belə dindaram. Onlar başqa vaxt gələrsən, biz ikinci zaxod. Biraz hazırlaş sonra gəl. Əsas vacibat nədir? Öncə kitablara iman gətirmək, bir də ki, peyğəmbərlərə. Yox, heç onu da bilmirsən. Elə deyil. Onu da səhv dedin. Nə onu da səhv dedi. Yəni öncə kitablara iman gətirmək. Xeyr, öncə la ilahə illallah kəlməsi gəlir. Ay qaqaş, olar bilirəm.